Uşaqlar, hər vaxtınız xeyir. 39-cu sualda verilib ki, bizə 3 nisbət verilib. ABC cəm 54 olarsa, bizdən soruşulan A vur, B vur, C hasilidir. İlk öncə bu verilən nisbətləri bərabər etsək eyni bir ifadəyə, alıram ki, A bölünsün 2 bərabərdir X, B bölünsün 3 bərabərdir X-a və C bölünsün 4 bərabərdir X-a. Çünki bütün ifadələr bir-birinə bərabər olduğu üçün ən sonda bu bütün ifadəni bir X-a bərabər etdik. Buradan A-nı alıram 2X-a bərabərdir, B 3X-a bərabərdir, C 4X-a bərabərdir. Və bizdən ABC cəmin 54 verib. Yəni, bu 3 ifadə A plus B plus C cəmi bizə nəyi verir? 2X plus 3X plus 4X bərabərdir 54-ə. X-ları cəmləsəm 2 dənə X, 3 dənə X, 4 dənə X. 9 dənə X 54-dürsə, deməli bir dənə X-im 6 imiş. Əla. Və aldığım X-in qiymətini gətirib bu ədədləri yerinə qoysam, olacaq A olacaq 2 vur 6, yəni 12. B olacaq 3 vur X, yəni 3 vur 6, 18. C olacaq 4 vur X, yəni 4 vur 6, bərabərdir 24. Bizdən ABC hasilini soruşduğu üçün A vur, B vur, C. Yəni A-nın qiymətini aldım, B-nin qiymətini aldım, C-nin qiymətini aldım. 12 vur 18 vur 24. Bu da eləyəcək bərabərdir 5184. B variantı.